Karyerandakı ən böyük təhlükə sənə mobbinq edilən ya da maaşını ala bilmədiyin o iş deyil. Səni öldürməyən, amma süründürən və idarə edə bildiyin o işdir. Bu psixologiyada region beta paradoks adlanır. İnsanlar çox pis vəziyyətlərdən daha tez hərəkətə keçirlər və həll yolu axtarırlar. Əgər bir səhər oyansan, belin ağrısından hərəkət edə bilməsən, həkimə müraciət edərsən, araşdırırlar və müalicə alarsan. Amma belin həmişə ağrıyıb və sən gəzib, oturub yeriyə bilmisənsə, həkimə müraciət etməmiş ola bilərsən. Tutaq ki, ayaqqabı sifariş verdin, gəldi və o düz 2 ölçü kiçikdir, geri qaytarırsan. Amma yarım ölçü kiçikdirsə, xərclədiyin pula, onu axtardığın zamana heyfin gəlir və deyirsən ki, geyindikcə düzələr və geyinməyə başlayırsan və o sənin ayağına uzun müddət ağrı və zərər verir. Ailədə sevgi, istək, maraq azalır, mübahisələrin tonu qalxır. Nəsə əvvəl kimi olmamağa başlayır, amma sən yenə də davam edirsən, çünki bitirmək üçün böyük bir səbəb yoxdur. Uşaqlar üçün dözmək lazımdır, ayrılıq neyniyəcəm, bəs Səkinə xala nə deyəcək? Amma xəyanət, zorakılıq, şiddət olarsa, tezliklə həll yolu axtarılır. Eyni şəkildə işində də problem var. Mobbinq var, maaşın gecikir, amma sən işləməyə davam edirsən. Çünki nəticədə gec də olsa maaşın gəlir, çıxsan, iş tapmaq o qədər də asan məsələ deyil. O qədər işsiz var ki, komanda yoldaşlarına da yaxşı yola gedirsən. Əgər sən də beta bölgəsindəki paradoksu yaşayırsansa, bil ki, ən təhlükəli bölgədəsən. Çünki o passivlik potensialın yavaş ölümü deməkdir.